Gəlin belə bir sualın izahına baxaq. Deməli, bizə düzgün 6 bucaqlı verib. 6 bucaqlının bir xarici bucağı 360 dərəcəni böləcək 6-ya. Düşəcək 60 dərəcə. 60 dərəcə bizdə xarici bucaqdır. Onda daxili bucaq neçə dərəcə olacaq? 180-dən 60-ı çıxacaq, 120 edəcək. Yəni, bir daxili ilə bir xarici bizdə 180 dərəcə verir. Deməli, bir daxili bucağı 120 dərəcədir. Və düzgün olduğu üçün bütün tərəfləri də bərabərdir. Gəlin bu hissələrə tərəfin uzunluğuna 2A deyək və ortada bucaq 120 dərəcə olacaq. Daha sonra nə etmək olar burada? 120-ni götürək, qeyd aparaq, qarışmasın. Buradan bu çevrəyə fikir versək, bunu belə birləşdirsək, diametrə söykəndiyi üçün artıq bura 90 dərəcə olacaq. Mən burada bərabər yanlı üç bucağın yarandığını görürəm. Daha sonra belə deyək, bu tənbölən olacaq və 120 də yarısı 60-60 olacaq. Onda bura 30 olacaq. 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısı olacaq. Bura yaza bilərik artıq A. Çünki 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısıdır. Daha sonra nəyə baxıram? Daha sonra buradan baxaq. Bura 2A'dır. Bütün tərəfləri bərabərdir axı. Buradan yenə göstərək buradan 90 dərəcə. 90 dərəcədir. Çünki diametrə söykənib. Eyni zamanda bura 30 dərəcə olur. Bura qalır 60 dərəcə. 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısıdır. Bura A'dır, sonunda bura da A'dır. Və biz də bilirik ki, böyük diaqonal tərəfin 2 qatıdır. Yəni 4A'dır. Onu da açılışını göstərmək olar. Gəlin göstərək. Deməli, bizdə buradan çəkirik böyük diaqonalını. Bura 90 dərəcə olur. 120 olduğu üçün bu burada 90-dır. Bura qalır 30. Onda bura qalır 60. Aha. Burada da 30'dur. Burada da 60'dır. Daha sonra tərəfinə 2A demişdik. 2A olsa, bura 90'da 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısı. Burada A'dır, burada A'dır, bura 2A'dır, burada 2A'dır. Buradan görsənir ki, ümumi uzunluq 2A, A. Nə qədər edir? 4A olur. Yəni, belə göstərmək olar. Bura 4A oldu. Məndən X istəyir. X burada bizdə şəkildə baxırıq ki, 60'ın qabağında durandır. 60'ın qabağında duran digər katetin kökdə 3 misilisidir. Yəni, bizdə X əslində A kökdə 3 olur. A-nı tapsaq, kökdə 3'ə vura bilərik. Gəlin onda bu aşağını toplayaq, bu uzunluğu. Yazaq. Deməli, A üstə gəlsin, bir dənə də A üstə gəlsin 6. Bu əslində bizə 4A'ya bərabər olur. Sadələşdirsək, 2A bərabərdir. Deməli, yaza bilərik 2A üstə gəl 6 bərabərdir 4A'ya. 6 bərabərdir 4A minus 2A'ya. Buradan da 2A bərabərdir 6'ya, A da bərabərdir 3. A 3'dür. Gətirək kökdə 3'ə vuraq. A kökdə 3'ü. Burada 3'ü yerinə qoysam olacaq bizdə 3 kökdə 3. Doğru cavab B bəndi oldu.